Bu məkanda hesabınız restoran tərəfindən ödənilə bilər. Videoya axıra qədər baxın. Adını ən çox eşitdiyim yerə gəlmişəm. Beyran Beyti House-dayıq. Deməli, buranı mənə çox tərifləyirdilər. Beyran türk restoranıdır. Kebab setləri, pidələri və özünə məxsus dondurması ilə məşhurdur. Biz 4 nəfərlik kebab seti götürdük. Odlu alovlu bu set tikə, Adana kebab, toyuq kebabı, qanadlar, toyuq Adana, ciyər, köftə, fri kartof və düyü ilə servis edilir. Pomidoru, bibəri, soğanı da öz yerində. Bundan başqa 4 ədəd fındıq lahmacun, 4 çiğ köftə, 4 köpüklü ayran, mövsüm salatı, acılı əzmə və haydari də bu setə daxildir. Qiyməti 59 manatdır. Ümumi götürəndə çox doyumludur. Kebabları normal, türk sayağı hazırlayırlar. Köftə sevən deyiləm, amma uşaqların fikrincə o da yaxşı idi. Buranın pidələri çox məşhurdur. Biz də 1 metrlik quşbaşılı pidə seçdik. Dadı çox əla idi. Yəqin ki, indiyə qədər yediyim ən dadlı pidə sayıla bilər. Məkanın balacalar üçün əyləncə otağı, namaz otağı və digər üstünlükləri də var. Bir də bura gəlsəz, qızardılmış dondurmanın da dadına baxın. Mən bu yaşıma qədər belə fərqli şirniyyat yeməmişdim. Bir dənəsi 5 manat 90 qəpikdir və çox özəl dadı var. Amma çox şirin sevməyənlər üçün biri 2 nəfərə də bəs eləyər. Və əsas məsələ, dekabrın 30-dan yanvarın 6-sına qədər müştərilər üçün sürpriz kampaniya var. Belə ki, püşkatma ilə hər gün bir neçə masanın hesabı tam şəkildə restoran tərəfindən ödəniləcək. Beyran Targovda İslam Səfərli 1A ünvanında yerləşir. KFC-nin yanındakı pləkanlardan düz üzü yuxarı çıxsaz görəcəksiniz.